Bu hissədə bolt var. Salona açıq. Sol tərəfdə də var. Bu hissədə sal. İkisini də açandan sonra bunlar da çıxır. Bu vəziyyətdə götür. Benzin nasos, benzin filtr bax bu hissədə yerləşir. Zavaskoy germetika ilə bağlıdır bu hissələrdən. Asta-asta qaldırıb çıxartmaq lazım. Grup mövzuları yoxdur. Yo, ancaq germetika. Qapaqdır da bu. Şteker bu buradadır. Şpilkası var, bir şey çıxardırsan, qoysan qırağa. 8 boltlarla bağlıdır. Bir dənə şılan, 2 dənə şılan. Başqa heç nə yoxdur. Bu hissənin qaraltısını görürsünüz. Burada benzin axıntı verir çıxardanda. Ona görə o ləkə kəsib orada qalır. Əski salmaq lazımdır, çox axıntı olmasın. Bu hissə çöldür, bura tökülsə problem yoxdur. Bu şlanqların aşağı kəlbətini var. Atverka ilə falan eləyəndə burada olan çıxıntı qırılır çox var. Ona görə bu hissəni belə bura çıxardırıq. Bu da həmçin. Silirik bu belə. Boltlarını açalım. Əlcəyi çıxartmaq lazımdır. Çünki benzin dəyəndə əriyir, düşür bakın içinə. O da ziyandır. Gedib filtrin ağzını tutabilir. Maşallah nə boydadır bu? Deyirəm maşallah nə boydadır? Benzin nasos, benzin filtr, benzin göstərən daçikdir. Filtr bax bu hissədə. Bakdakı tərtəmiz qəşəng. Çəkli deyil. Orijinal benzin filtrdən istifadə olunur. Gördüyünüz kimi ağappaq. Setkası çəkli vəziyyətdədir. Setkası təmizlənəcək. Yüngül çiklərdə, amma bunlar yavaş-yavaş artıb benzin filtrin ağzını tutur. Bu köhnə benzin filtr. Bu bakın setkası, benzin nasosun setkası. Hələ yuyulmayıb, yuyulacaq. Bu obratlı klapan. Bu benzin nasos. Bunlar da onun hissələri. Benzin filtr söküləndə bax belə bir sökülür. İndi bu sökülən bütün şeylər hamısı yığılacaq bunun üstünə. Təzə benzin filtrin üstünə. Səmbəli. Burada bunun çıxıntısı var. Bir buradadır, bir de buradadır. Bu ağ krişkada da biri buradadır, biri buradadır. Öz yerine gətirirsən və görsən keçdi 2 dənə.
Keçəndən sonra riba botların yerini gətirib suzdurursan. Все. Birini buradan aldırırsan. Birini de bu taraftan. Все. Hatta